Elhamdülillahillezî la yeblughu midhatehu'l qâilûn ve la yuhsâ ne'mâ'ehul âttûn ve la yu'eddî hakkehu'l muctehidûn ellezî la yudrikuhu bu'dul himem ve la yenâluhu gavsul fiten. Summe's-salâtu ve's-selâmu alâ seyyidina ve nebiyyina ve mevlâna Ebil Kâsim Muhammed. Sallallahu aleyhi ve sellem. Ve ala ehli beytihin tayyibînet tahirînel ma'sûmînel muntecebînel muntakhabîn ve la'netullâhi alâ a'dâihim ecmeîn minel âne ilâ kıyâmi yevmiddîn emmâ ba'd fe bismillâhi ve billâh sümme bi zikri veliyyillâh Allahümme kum li veliyyikel Hüccet ibnil Hasan salavat aleyhi ve alâ âlihi fi hâzihi sâ'em fi kulli sâ'em veliyyen ve hâfizâ ve gâiden ve nâsıran ve lilen ve aynan hatta erbeken tav'a ve tümetti'hu fîhâ tavîlâ Allahümme le'an qatiley Fatımetez-Zehra salamullahi aleyha Allahümme accil li veliyyikel ferec. Möhtərəm əziz dəyərli əzadarlar, möminlər və möminələr, bəhslərimizi davam edirik və Həzrəti Zəhra salamullahi aleyhanın adları xüsusunda bugün Siddiqə, Raziyyə və Zəkiyyə adlarına toxunacaq. Həzrəti Zəhra salamullahi aleyhanın Allah yanında olan adlarından biri Siddiqədir. Ləqəb, adlar, əsma bunlar çoxdur Həzrəti Zəhra salamullahi aleyhanın haqqında. Amma 9-u Allah yanında olandır ki, onları mən qulluğuza çatdırıram. Siddiqə sözü kök olaraq siddiq sözündəndir. Sadiq də o sözdəndir. Çıxmadır, müştəqdir. Siddiq də müştəqdir. Siddiqdən. Siddiq lüğətdə mübaliğə babındadır. Sadiq doğru danışana deyilir. Həmçinin səduq da onun kimidir. Amma siddiq dərəcə baxımından daha yüksəkdir. Daha yüksək olduğu halda mənası da daha çox olacaq. Lüğət kitablarında, xüsusən Tacul Ərus kitabında Siddiq sözünə bir neçə izah verilib. Siddiq sözünə, hələ lüğətdən, hələ lüğəti tərcüməsində. Bir budur, Siddiq çoxlu doğruluq göstərən kəs. Heç vaxt yalan danışmayan. Bir mənası budur. Lüğəti ha. 2. Doğruluqda kamil olan, sözünü əməli ilə tənzimləyən, dəqiqləyən, təsdiqləyən. 3. Daim doğruluğa alışıb yalan danışa bilməyən. Siddiq sözünün lüğəti tərcümələridir. 4. Sözü və etiqadı ilə doğru olan, doğruluğunu əməli ilə təsdiq edən şəxs. 5. Həqiqətin tələb etdiyi hər şeyi daima təsdiq edən şəxs. 6. Doğruluğu adət halına, vərdiş vəziyyətinə gətirən şəxs. 7. Allahın buyurduğu və peyğəmbərlərinin gətirdiyi hər şeyi tam təsdiq edən, bu barədə heç bir şübhə duymayan şəxs. Bunlar oldu Siddiq sözünün lüğəti tərcümələri. Hətta lüğəti məna ilə baxsaq, xanım Zəhra salamullahi aleyha Siddiqətül Kubradır. Yəni, ən böyük düz danışan. Siddiq özü zaten mübaliğə babındadır. Özündə üstünlük dərəcəsi var. Bununla yanaşı, yanında da bir dənə Kubra. Daha çox Siddiq, çox doğru danışan. Bütün hallarda haqqı təsdiq eləyən, haqla yaşayan və haqdan ayrılmayan bir ruhun cövhəridir Fatıma-i Zəhra salamun aleyha.
Qur'an-ı Kərimin bir neçə ayəsində siddiq kəlməsinə rast gəlirik, dəyərli möminlər, eşidənlər. 1. Kim Allaha və Peyğəmbərə itaət edərsə və mən yuti'illah və rəsuləh, bu Qur'anın xüsusi gözə çarpan ayələrindəndir. Baxız, kim Allaha və Peyğəmbərə itaət edərsə, onlar Allahın neymət verdiyi şəxslərlə, Peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlərlə bir yerdə olacaqlar. Onlar necə də gözəl dostlardır. İndidən yuxlayırlar bəziləri. Nisan surəsi ayə 69. 2. Kitabda İbrahimi yada sal, həqiqətən siddiq peyğəmbəridir. O siddiq peyğəmbəridir. Məryəm 41. 3. Kitabda İdrisi yada sal, həqiqətən o siddiq peyğəmbəridir. 4. Məryəm oğlu Məsih Allahın rəsulu idi. Ondan əvvəl də rəsullar gəlmişdi və onun anası siddiqə idi. Maidə 75-ci ayə. Və Quran-ı Kərimdə siddiq kişi cinsində, peyğəmbərlərin şənində, siddiqə qadın cinsində Həzrəti Məryəmi Allah təbarək və teala misal göstərdi. Demək, bu ayələr göstərir ki, siddiq adlandırılan şəxs adi, mömin və ya sadəcə doğru danışan şəxsə deyilmir. Sadəcə filan kəs doğru danışandır, ona siddiq deyilmir. Bəlkə bu peyğəmbərlik və xüsusi seçilmiş məqamlarla əlaqəli bir dərəcədir, möminlər. Baxmayaraq ki, kimlərsə bu adı kimlərəsə qondarma şəkildə ünvanlayırlar. İndi demə halva deməklə ağız əlhəmdülillah şirin olmur. Onun anası siddiqə idi ifadəsi ki oldu Maidə surəsində. Bu ayənin təfsirində deyilib ki, Həzrəti Məryəm salamullah əleyha siddiqə adlandırılıb. Çünki o Rəbbinin ayələrini, övladının mövqeyini və onun özünə bildirilənləri təsdiq eləyirdi. Buna görə siddiqə adlanıb. Buna dəlil olaraq Təhrim surəsinin 12-ci ayəsində Həzrəti Məryəm barədə Allah təbarək və teala buyurur. O Rəbbinin kəlmələrinə iman gətirdi. Bu ayələr və müxtəlif hökmləri təsdiq elədi. Yəni siddiqə olmasının səbəbini Allah təbarək və teala bəyan edir. Bu ayələr və müxtəlif izahları nəzərdən keçiləndə belə nəticəyə gəlmək olar ki, Allaha, Peyğəmbərə, səmavi kitablara və şəriət hökmlərinə təsdiq və iman iki şəkildə ola bilər. Əziz eşidənlər. 1. Dillə Allahı, səmavi kitabları, peyğəmbərləri, imamları dinlən təsdiq etmək, əməl olmadan. Məsələn, insan bilir ki, Allah onu görür, amma yenə günah eləyir. Bu da siddiq olmayacaq. Bilir ki, Allah ona müəyyən haqları vacib edib, lakin yenə onları pozur. Bilir ki, Allah zinanı, musiqini, qeybəti, içkini haram eləyib, amma bunlardan çəkinmir. Belə insan Allaha, halala, harama, savaba və cəzaya, cənnət və cəhənnəmə iman gətirsə də, əməli bu imandan uyğun gəlmir. Yəni, onun təsdiqi sözlə əməl, yaxud etiqadla əməl arasında uyğunluq dərəcəsinə çatmayıb. 2. Dil və əməl, iqrar və əməl. Bu artıq imanla, yəni təsdiqlə əməl bir yerdə fəaliyyət göstərir. Bu şəxslərə nə deyilir? Sadiq deyilir. Sadiqlər deyilir. Lakin siddiqlər o şəxslərdir ki, haqqa inanır, onu təsdiq edir, öz əməllərini həmin inancın işığında qurur və nəinki Allahın istəmədiyi şeyi etmir, hətta bu barədə düşüncə onlara yaxın belə düşmür. Bu barədə fikirləşmək belə heç onlara yaxın düşmür. Belə insanlar hər dövrdə çox az və nadirdir. Bu dərəcədə olanlar o qədər azdır ki, bəlkə bir əsrdə heç bir nəfər belə olmur. Bütün bu deyilənlərdən aydın olur ki, Rəsulullah sallallahu aleyhi və səlləm niyə Həzrəti Zəhra salamullahi əleyhaya siddiqə deyirdi? Bir qəşəng hədis oxuyuram cənablarımızın huzur-i şərifinə. Bir salavatdan sonra. Allahümmə səllə alə Muhammed və alə. Müfəzzəl İbn Ömər, İmam Sadiq əleyhissalamdan soruşur. Ey ağam, Fatimə salamullahi əleyhaya kim qusul verdi? İmam əleyhissalam buyurdu ki, ona Əmirül Müminin Əli əleyhissalatu vəssalam qusul verdi. Deyir, bunu deyəndə mən təəccübə düşdüm, bir təhər oldum. Ürəyim
bir növ sıxıldı bir növ. İmam buyurdu ki, elə bilirəm ürəyin sıxıldı bu sözdən. Deyir, dedim ki, bəli ağa, təəccübləndim. Canım sənə fəda olsun, ağır gəldi bu söz mənə. İmam əleyhissalam buyurdu ki, yəni ağır gəldi qadına ərin qüsul verməsi. İmam buyurdu ki, qətiyyən sıxılma. Çünki o siddiqədir və siddiqəyə yalnız siddiq qüsul verə bilər. Siddiqədir, siddiqəyə yalnız siddiq olan qüsul verə bilər. Sonra gör nə buyurur? Məgər bilmirsənmi Məryəm salamullahi əleyhaya da yalnız İsa əleyhissalam qüsul vermişdi. Anasına qüsul verdi ki, əlbəttə libas üstündən. İləri şərai səhifə 184. İmam Sadiq əleyhissalatu vəssalamdan xanım Fatimə salamullahi əleyha haqqında başqa bir hədislə nəql olunub. Cənablar, demək o Siddiqətül Kubradır və əvvəlki əsrlər onu tanımaq ətrafında dövr eləyib. Biharülən var, cild 43, səhifə 105. Xanım Zəhra salamullahi əleyhanın digər adlarından biri Raziyyədir. Möhtərəm ağalar, raziyyə, razı və riza sözlərindəndir. Lüğəti tərcüməsi razı olmaq, razı qalmaq. Bir məqamdır, bir mərhələdir. İnşallah izahında quluğuza çatdıracağım. Elə bilirəm, yenə də qulaq asmırsınız. İstilahda, istilah, əsas istilahdır. Lüğətlə istilahın əlaqəsi var təbii ki. Amma əsas istilahi mənadır. Allahın bəndəsi üçün müəyyən etdiyi qəzalara razı qalmağa razı deyirlər istilahda. Rıza məqamı, raziyyə adlanması Allahın onun üçün bütün həyat ki təyin edib bir gün ağır olar, bir gün yüngül olar, bir gün gülməli olar, bir gün sevincli olar, bir gün kədərli olmaq, hamısı ilə bir yerdə bunlara razılaşmağa, razı qalmağa, sevə-sevə qəbul eləməyə. Əlbəttə, razı qalmaq, səbr eləmək də deyil. İndi ona deyərik, ərz olsun. Bu iman dərəcələrinin ən yüksək mərtəbəsidir. Bu dərəcənin içində də böyük dərəcələr var. Bunun içində də böyük. Məsələn, peyğəmbərlərin hamısı rıza məqamındadır. Elə bir peyğəmbər yoxdur onların içində rıza məqamında olmayanı olsun. Amma aralarında fərq var. Yüksək, lap yüksəkdə olanı var. Fərqli olanı var. Aralarında fərq var da. Məsələn, İslam peyğəmbərin rıza məqamında olan hansı peyğəmbər o məqamda ola bilər? Heç biri. Heç biri o dərəcədə deyil. Misallar da dəfələrlə çəkilib. Mən təzə özləri görürəm, qalıram ki, o misalları çəkməyim. Cəmaat, burada şuluq cəmaat deyə bunlar. Deyirlər ki, bunu keçən bir danışmışsan, ona görə bilmirəm, deməyim. Təkrar dil danışırsan, falan edirsən. Amma mən təzə üzü, mən baxıram, mən necə edim, onu gərək izah edeyim axı. Yusuf Peyğəmbər də rıza məqamındadır, Həzrəti Muhammed də. Sallallahu aleyhi və səlləm. Bizim Peyğəmbərimiz üçündür. Və ma yəntiqü ənil həva in huvə illa vəhin yuha. Özündən heç sən demir, hər nə desə Allahın sözün deyir. Amma Yusuf Peyğəmbər üçündür ki, onu cəzalandırdım, zindanda artıq qaldı. Cəzalandırdım nə idi? Demək, haradasa bir xəta edib, o xəta onun rıza məqamında İslam Peyğəmbərindən geridə olduğunu göstərir. Onun kim olsaydı, o xətanı eləməzdi, artıq qalmazdı zindanda. Dedi, vəzkurni ində Rəbbik, ged Rəbbimin yanında məni yada sal ki, mən günahsız düşmüşəm bura, Allahın xoşu gəlmədi o sözlə. Dedi, biraz da qal, 7 ildə qal, bu sözüvə görə bağışlayayım səni. 7 il cəza çəkməlisən bu sözüvə görə. Ki, yəni məndən başqasından kömək istədin. Ya məsələn, Yunus əleyhissalam deyir ki, elə bildi ki, mən onu ayə belədir. Elə bildi ki, mən onu cəzalandırmayacağım. Və zənnuni izzəhəbə müğazibən, yadımdan çıxdı. Və zənnuni izzəhəbə müğazibən, bu fələ namazı qılmırsınız bir köməyində. Və zənnuni izzəhəbə müğazibən, fəzənnə ənlən nəqdirə. Fəzənnə ənlən nəqdirə. Elə zənn elədi ki, mən ondan onu cəzalandırmayacağım. Nəqdirə, fənada fi zulmətən la ilahə illa ən subhanəkə inni kuntu minəz zalimin. Balığın qarnında başladı o zikri demək, Yunusiyyə zikri. Ki onu o qədər dedi, axır Allah təbarək və teala onu bağışladı. Niyə qarğış elədi cəmaatı? Demək, rıza Allahın tam razılığından məhv olmaq mövzusudur da bu. Elə bir addım ki, haqqı var idi o addımı atmağa, amma səbr eləməli, gözləməli idi. İndi xanım Zəhra salamullahi aleyha burada hardadır? Bu mövzuda hardadır? Deyilənlərin ən əzəmətli forması.
O Allahın razılığı ilə razı qalmır, Allah onun razılığı ilə razı qalır. Gör harda Həzrət Fatimizə. İnnallaha yerzali rizaq və yəğzəbli qəzəbik. Allah sənin razılığınla razı qalır, qəzəbindən qəzəblənir. Salat zikr elə. Allahümme salli ala Muhammed və ali Muhammed. Maddi tərəfdən baxsaq, xanım Zəhra salamullahi aleyha Allahın onun üçün təqdir elədiyi acı həyat hadisələrinə tam razı olub. Uşaqlıq illərindən gənc yaşına və bu dünyadan köçənə qədər ömrünün bütün mərhələlərində qorxu, təzyiq, haqsızlıq, yoxsulluq, kədər, qəm, sıxıntı, faciə, ağrıların arasında Allahın onun üçün yazdığı hər bir şeyə tam razı olub. Maddi ya, hələ bu maddidir. Hamısına razı olub. Dünyadan elə köçdü ki, Allahın bu ayəsi onun halına şamil olur. İrci'i ilə Rabbiki radiyyətən mərdiyyə. Qayıt Rəbbivə tərəfə səndən razıdır, sən də ondan razısın. Çünki Allahın savabına razı idi, onun üçün hazırladığına razı idi. Bu dünyada Allahın hökmünə tam təslim olduğu üçün Allah da ondan razı idi. Razı olmağı siz səbirli olmaqla qarışdırmayın ha. Razı olmaq, rıza məqamı səbirli olmaq deyil ha. Yəni çətindir, dözürəm. Çətindir amma dözürəm. Yox, o deyil. Rıza məqamı deyil. Səbirli olmaq ağrını, acını, dərdi boğmaqdır. Razılıq isə ağrının içində hikmətin dadını görməkdir. Bu mənə niyə yetişib? Bunun arxasında nə var? Sən görürsən deyə bu mən üçün çox ləzzətlidir bu ağrı. Sən baxırsan deyə Əli-Əsğər qucağımda oxlanır, bu mənə şirindir. Rıza budur. İlahi sən görürsən deyə, sən gözün qabağında bunlar baş verir deyə, bu mən üçün şirindir. Yüzlərlə ox bədəndə atdan yıxılır, deyir, rızəm bir qəzaik. Qəzaba razı oldum, yəni sən razı məndən qaldın. Sən razı qaldın. Mən razı qaldım, heç bu ağla gəlməz. Sən razı qaldın. Rıza, razılıq sadəcə baş verənə səbr etdim demək deyil. Razılıq baş verənə Allahın gözü ilə baxmaqdır. Rıza, razılıq ağılın yox, qəlbin imtihanıdır. Elə bir şeydir ki, milyard insana onu dərk etmək nəsib olmur. Mən Rəbbimdən narazı deyiləm. Çünki o məndən daha yaxşı bilir. Mənim üçün xeyirli olan nədir? Rıza budur. Xanım Zəhra salamullahi aleyhanın digər ləqəbi Zəkiyyədir. Zəkiyyə belə götürək, hələ pak. Zəkiyyə necə pak? Təmizlənərək, lüğəti tərcüməsində bir şey cilalayarsan, parıldadarsan, o sözdən götürülmür. Kökü lüğətdən, lüğətin işimiz yoxdur, kökü oradandır. Qur'an-ı Kərimdə bu kəlmədən törəmiş neçə dənə ayə var, söz var. Məsələn, 1. Şəms surəsi. Qəd əfləhə mən zəkkaha. Özün cilalayan, özün təmizləyən mütləq nicat tapacaq. 11 antdan sonra deyir Allah bu sözü. Baxın, yəni öz nəfsini pis əxlaqlardan təmizləyən insan xilas olub. 2. Əqətəltə nəfsən zəkiyyə. Musa Peyğəmbərin yanında Xızr əleyhissalam götürdü, bir də uşağı öldürdü. Musa əleyhissalamın təhəmmülü çatmır Həzrəti Xızra. Həzrəti Xızrın vilayəti o qədər əzəmətlidir Musa əleyhissalama nisbətdə. Musa əleyhissalam dözə bilmir onun elədiklərin qabağında. Dözə bilmir. Sən bu işi niyə gördün? Niyə deməmək məsələsi var burada? Bu özü bir dərin mövzulardan da. Həzrəti Xızr əleyhissalam nə əzəmətdə elmə sahib olub. Nə cəlalı var. 3 şərt bağlamışdı, 3'ünü də pozdu Həzrəti Musa. Dedi, qutardı bizim dostluğumuz axırda. Birinci iş buydu ki, uşağı öldürdü. Balaca bir uşağı öldürdü. Nə günahı var idi onun? Həzrəti Musa əleyhissalam çıxdı özündən. Qətəltə nəfsən zəkiyyə, zəki nəfsi. Pak yəni, günahsızı öldürdün. Zəki nə mənada işləndi burada? Zəkiyyə sözü. Günahsız, pak bir canı öldürdün. Və ya Məryəm əleyhissalama aid. Liəhəbə ləki qulamən zəkiyyə. Sənə pak bir oğlan uşağı bəxş etməkdən ötürü. Allah təbarək və tealadır. Yəni günahlardan uzaq, xeyir işlərdə kamil bir oğlan uşağı sənə bəxş eləyəcəyəm.
Bəs zəkiyyə kəlməsinin əsli iki mənanı ifadə edir. İki mənanı. Bir, təthir. Gör yanırlar. Dı danışırlar. Təthir, təmizlənmə, pak olma. Yəni mənəvi və maddi çirkinliklərin aradan qalxması. Bir. İki, numuv. Numuv, zəkat sözü də sözdəndir. Numuv, inkişaf etmək və artım, bərəkət artımı. Həzrəti Zəhra salamullahi aleyha zəkiyyə adlanıb. Çünki o bu kəlmənin hər iki mənasını özündə birləşdirib. Təmizlik və paklıq cəhətdən, o hər cür murdarlıqdan, çirkinlikdən, günahdan pak və münəzzəhdir. Quran da bunu ispat edir. İnnəmā yuridullahu liyubhibə ənkum ritsə əhləl beyt və yutahhirakum təthir. Allahın mütləq iradəsi və əhl-i beyti paklaşdırmaqdır. Pak eləməkdir. Əziz möminlər, imkan var, qalxıb gələsi biraz qabağa. Bir salavat deyin öz ölənlərinizin ruhuna. Allah, gəlin. Allah, Muhammed və alim. Və əccil fərəcəhum və lənə ədəəhum əcməin. Allah razı olsun. Gəlməyimiz bir iş, qərarlaşmağımız iki iş. Gözləyirik. Allah gözləyənləri sevir. Peyğəmbər də gözləyənlərdən. İnnəmə ənə minəl muntəzirin. İntəziru. Gözləyin. İnnəmə ənə minəl muntəzirin. Mən də gözləyənlərdənəm deyir. Neçə Peyğəmbər deyib bu sözü. Amma İmam Zaman ağanı deyir, yəni gözləyənlərdənik. Bəs birinci mənası nə oldu? Zəkiyyədən yol aldıq. Bir pak olma, bir də bərəkət, bol bərəkətlilik, inkişaf, artım. Zəkiyyə də o cəhətdən. Çünki xeyirdən, nurda, bərəkətdə daim artan və böyüyən bir şəxsiyyət. Yəni onun bərəkəti dünyada və axirətdə davam edən bir varlıqdır. Onun bugün ən böyük bərəkəti nədir ay möminlər? O olmasa üçün hər şey məhv olar. Və zamanı imam, dövrün imamı. Onun bərəkəti, onun vücudunun üsarəsidir. Onun vücudunun bugün qalığıdır Həzrəti Hüccət. Bir bərəkəti. Ki o olmasa yer öz əhlin udar. Nəfəs ala bilməzsən. Möhtərəm əzizlər, bir də sonuncu bir yaxşı mətləbə toxunmaq istəyirəm. Onun yanında bəhs bitir. Həzrəti Zəhra salamullahi aleyha hələ dünyaya gəlməmiş. Onun adı məlum idi ki, bunu bilirsiniz. Bəzi salih insanlar bu adla təbərrük edirdilər. Yəni buna görə bəzi ailələr və keçmiş nəsillər qız övladlarına Fatimə adını qoyurdular. Hələ Xanzəhra dünyaya gəlməyib, amma 100% Xanzəhraya görədir o adlar. Yəni dəyərli möminlər, bizim Peyğəmbərimizə bu ad ki mənsubdur, Peyğəmbərimizin adı. Peyğəmbərimizdən qabaq heç kimin adı Muhammed olmayıb, salavat dinən. Allah Əli əleyhissalamdan da qabaq heç kimin adı Əli olmayıb. Tamam mı? Amma Həzrəti Fatimə Zəhra salamullahi aleyhadan öncə Fatimə adları olub. Bəlkə 100 illər, bəlkə 1000 illər qabaqda Fatimə adı olub. Övladlarla, qız uşaqlarına Fatimə adı verilib. Məsələn, Əli əleyhissalamın anasının adı Fatimədir. Düzdür? Əli əleyhissalamın anası. Ondan qabaqki ümmətlər də Fatimə adını öz balalarına, öz övladlarına veriblər. Biz ki deyirik, keçmiş ümmətlər xanım Zəhraya salamul əleyhanın şərəfinə öz qızlarına Fatimə adı qoyurdular. Siz deyə bilərsiniz, o hələ dünyaya gəlməmiş. İnsanlar onu necə tanıdılar, hardan tanıdılar ki, övladların adını hələ bir Fatimə də qoydular. Belə bir sual verə bilərsiniz. İmam Sadiq əleyhissalam bunun cavabını verir, buyurur və əla ma'rifətiha darətil qurunil ula. Əvvəldə bu hədisi dedim. Onu tanımaq üzərində əvvəlki əsrlər dövr edib. Qərinlər əsrlər dövr edib. Onu tanımaq üzərində. İndi bilirsiniz nə boyda bir mətləbdir bu, nə böyük bir mövzudur. Onu tanımaq üzərində. Onu tanımaq üzərində əsrlər dövr edib. Yəni hələ insanlıq yaranmazdan əvvəl, əsrlər başlamazdan əvvəl xanım Fatimə Zəhra salamullahi aleyhanın tanınması artıq mələklər və ilahi varlıqlar arasında məşhur idi. Kainatı, nizamı onun nurunun tanınması üzərində qurulub. Bir bu, bir cəhətdən bu, cavab bu ki, mələklər onu tanıyırdı.
Cinlər onu tanıyırdı. İlahi dərgahda olan varlıqlar onu tanıyırdı. 2. Hər dövrə gələn peyğəmbərə vacibidir ki, özü də, qövmü də Fatimə-i Zəhranı tanısın. Özünə vacib idi Fatimə-i Zəhra salamü əleyhanı öz ümmətinə, xalqına təbliğ eləsin. Özünə, o peyğəmbərin özünə vacib idi. Tanıtdırmalı idi öz qövmünə. Necə ki biz keçən söhbətlərdə qulluğunuza ərz elədik. Allah buyurur ki, hamı Əli Rəssalamı sevsəydi, mən cəhənnəmi yaratmazdım. Sənə sual yaranır bölünübə ki, hamı bəs keçmiş ümmətlərdə Əli Rəssalam olub ki, ya tanısınlar da sevsinlər. Cavabı nə olurdu? Deyirdi, peyğəmbərlər tanıtdırmalı idi, xalqı da, möminlər də iman gətirib onu sevməli idilər. Eyni zamanda Allah təbarək və təala peyğəmbərlərə vacib eləmişdir. Həzrəti Fatimə-i Zəhra salamullah əleyhanı öz ümmətlərinə tanıtdırsınlar, müjdələsinlər, ona iman gətirsinlər, vacib idi ümmətlərə. Peyğəmbərlərə vacib idi, bunu işi görsünlər. İmam Muhammed Baqir əleyhissalam buyurub, Allah Teala Muhammed, Əli, Fatimə, Həsən və Hüseyn əleyhissalam və onların övladlarından olan imamların vilayətinə dair əhd almamış, heç bir peyğəmbəri peyğəmbər eləməyib. Bax, buna salavat düşür. Allah Allah heç bir peyğəmbər etməyib, məgər bunlara görə iman gətirəsiniz. Bəli, hamısı iman gətirdikdən sonra Allah o peyğəmbərliyi onlara verib. Diqqət buyurdunuz, Əhl-i Beyt kimdir? Əhl-i Beyt əleyhimussalam nə cəlalları var? Əssalamu aleykum ya əhləl beytin nübüvvə. Ziyarət-i camiye-i kəbir. Şahkar, şedevr. Əzəmətli ziyarətnamə. Salam olsun nübüvvət evinin əhlinə. Nəbi evinin əhlinə demir ki, nübüvvət evinin əhlinə. Peyğəmbərin evinin əhlinə salam vermirsən ki orada. Peyğəmbərlik evinin əhlinə salam verirsən. Görürsən, hər sözə gələ fikir verəsən. Nöqtə vergüllərə baxasan ki, niyə Peyğəmbər evinin əhlinə yox? Peyğəmbərlik evinin əhlinə salam. Aha, mətalib burada aşkar olur. İndi bu ev kimin evidir? Bu ev Peyğəmbərlərin evidir, Əhl-i Beyt olan dalıca gəlir. Yoxsa bu ev elə Əhl-i Beytin evidir, Peyğəmbərlər ora gəlir. Hansıdır sizcə? Biz əl-zahir cəmaat ilə başa düşür. Əhl-i Beyt Peyğəmbərlərin davamçısıdır. Ola bilər, funksiya zahirdə görsənən şəriətdə, Əhl-i Beyt onların gətirdikləri təsdiq edir. Bəs onların gətirdikləri hardandır? Onların gətirdiyi hansı evdən çıxıb? Bizim evdən çıxmayan bütün elmlər batildir demir. Bu mənim ancaq bu dövrə aiddir. Bizim evimizdən çıxmayan bütün elmlər batildir demir İmam Muhammed Baqir əleyhissalam. Yəni İbrahim Peyğəmbər gəlib diz çöküb, məndən öyrənib, gedib bir peyğəmbərlik eləyib. Mənası budur. Yəni İsa əleyhissalam digərləri gəliblər məndən, bizdən öyrəniblər, gediblər, öyrədiblər. İbrahim Peyğəmbər hələ yox idi, əleyhissalam Cəbrailə müəllim idi. Diqqət buyurursunuz. Əhl-i Beyt nübüvvət evinin, peyğəmbərlik evinin əhlinə, yəni yəsinə də, mən ev əhliyəm. Kərbəlayı, sən filan evin əhlisən. Bu evin yəsisən deməkdir, yoxsa qonağısan deməkdir. Yəsisən də, Əhl-i Beyt nübüvvət evinin əhli, yəni yəsi, sakini, məskunu. Gələn gəlir, məsələn, bir dəfə İsa gəlir, bir dəfə Musa gəlir, bir dəfə Həzrəti Adəm gəlir. Eylə, maşallah. Ənə dövlətü düvəl və sahibul kərrat. Mən bütün dövlətlərin yəsiyəm və təkrar gələnlərdənəm. Əleyhissalam buyurur da, təkrar gəlmişəm. Hər peyğəmbərin yanında olmuşam. Və iz qulnə dxulu hazihil qəryətə və dxulul babə succədən və qulu hiddətun nəxfilləkum xətayakum. Quran ayəsidir. Dedik, girin bu kəndə. Necə girin? Səcdədə olan halda girin. İçəri girəndə də deyin, hiddətun. 400 il
400 ildən qabaq bəla verdi də Bəni İsrailə Allah təbarəkə və təala. O 400 ilin o pik nöqtəsinə çatdılar, ağın çıxartdılar, həddilərini aşdılar Yəhudilər. Həddilərin axırda bəla gəldi, 400 illik bəla gəldi. Musa peyğəmbəri ifadəmə görə üzrsən, anasından əmdiyi südü burnundan gətirdilər o Yəhudilər. Allahın bütün qanunlarını pozdu. Axırıncı tapşırıq bu idi. Bunu elə söz Allah sizi bağışlayacaq. Bu kəndə girəndə səcdə halında girin. Qapıdan girəndə səcdə halında girin. Bunu eləyin bir dənə heç olmasa. Keçim də siz üçün. Və izqul ayədir Bəqərənin əvvəlləridir. Və izqul nədxulu hazihil qəriyyədə fədxulul babə daxil olun qapıya succədən səcdə vəziyyətində. Və qulu hiddətun nəğfir ləkum xətayəkum. Deyin, girəndə içəri hiddətun sözünü deyin, bağışlayaq sizə, keçək günahlarınızdan. İmam Sadiq əleyhissalam nə deyir? Deyir, nəhnu babul hiddə. O hiddə qapısı bizik. Salavat zikr elə. Niyə səcdə halında girməliydilər içəri? İmam Həsən Əskəri əleyhissalam buyurur ki, çünki Peyğəmbərlə Əli əleyhissalam timsalı var idi qapının düz üzündə, qapının üzbərüzündə. Açanda o timsalı görüb səcdə eləməliydilər orada. Bəs kimin evinin əhlidir? Bu çox da ağır bir mətləb deyil ki, deyək Peyğəmbərlər onun nuru ilə daha uca dərəcələrə hidayət olurdular. Bu ağır mətləb deyil. Ola bilər eşitməmsən. Mən neyim? Ged eşit də. Gid öyrən də. Elə adam uzaqda qalmaz ki, bir yaxınlaş. Onlar Fatimə-i Zəhra salamullahi aleyhanın nuru ilə hidayət olublar. Dəfələrlə əvvəl məclisdə dedi ki, və ma təkamələtün nübüvvətül nəbiyyin İlla aqarrə bi fəzliha. Heç bir peyğəmbərin bir peyğəmbərliyi onun fəzilətlərini, Xanım Zəhranın fəzilətlərini iqrar etmədən kamilləşməyib. Tanımamışıq biz Həzrəti Zəhra sallallahu əleyhi və səlləm, tanımayacağıq da. Onlar peyğəmbərlər, yəni Həzrəti Zəhra sallallahu əleyhanı vəhiy vasitəsilə və ilahi müşahidə ilə tanımışlar. Hamısı da yox ha, bəziləri müşahidə ilə tanımışlar, bəziləri. İbrahim Peyğəmbərə məsələn qismət olmuşdu, müşahidə ilə Həzrəti Zəhranı tanımışdı. Da baba düşür də bədəndə ona. Onu öz ümmətlərinə müjdəliyiblər bütün peyğəmbərlər və onu övladlarının rəhbərliyini ümmətlərinə çatdırıblar. Onlara iman gətirmələrini öz ümmətlərindən tələb ediblər. Peyğəmbərlər onun adı ilə dua edirdilər, ona təvəssül eləməyi öz ümmətlərinə başa salırdılar. Onlara təvəssül edib. Özləri də onlara təvəssül edirdilər. Hər peyğəmbər onlara təvəssül edib başda adam olmaqla. Nəticədə əvvəlki əsrlər onu tanımaqla dövr eləyib. Bəşər tarixi onu tanımaq əsasında formalaşıb bir tarix olub. Cəmiyyət bir cəmiyyət olub. Onu tanımaq üzərində. İmam Cəfər Sadiq əleyhissalam xristiyanla söhbətdədir. Deyir, İncildə sən oxumamısan ki, ya onun nəsli mübarəkədəndir, İmam Məsihiyyədir. Onun əlində İncilin bir parçası var idi. Deyir, sən oxumamısan ki, ya axirət zamanda bir peyğəmbər gələcək, onun nəsli mübarəkədəndir. Bu söz yadımdadır. O deyir ki, bəli, mən bu söz yadımdadır, Siryani dilində yazdım. İmam Cəfər Sadiq əleyhissalam deyir ki, o mübarəkə bizim anamızdır, o nəsildə bizik. O rəhbərlər bizik. Əimmətül huda bizik. Hidayət imamları bizik. İndi baxız. Həzrəti Hüccət Allah vücudun bir bəlasının, zuhurun təcil. Gələcək bir şəxsiyyətin intiqamını almağa ki, o, onun qapısına hücum ediləndə səma tufan qopartdı, yer sustu. Yer tanımadı onu. Yer bilmədi kimin qapısını yandırdılar. Yəni qapı döyür deyə bu haqqın özünü yandırdılar. Bir qadını yaxud bir haqqın özünü, mütləq haqqın özünü yandırdılar. Haqqın özünü, vilayətin özünü yandırdılar. Dinin özünü yandırdılar. Xanım Zəhra salamlı əleyha dinin uğrunda özünü fəda eləməyib. Din elə özüdür. Din özüdür. Fatimə Zəhra olmasa din yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm dünyasını dəyişəndən sonra deyir 3 nəfər mömin var idi. Sonra oldu 4 nəfər, sonra oldu 7 nəfər. Elə 120 min Qədirxumda var idi. Niyə 4, niyə 3, niyə 7? Bu nə rəqəmlərdir? Namaz qılmırdılar. Mən bu sualı bilə-bilə təkrar soruşuram. Namaz qılmırdılar, qılırdılar. Oruç tutmurdular, tuturdular. Nə bilim,
Yüz minlərlə döyürdülər. Ha, çox idilər. Yəmən müsəlman idi artıq, Misir müsəlman idi. Ondan sonra bütün Səudiyyə Misir müsəlman idi. Fələstin müsəlman idi. Üsamənin qoşunu artıq oradaydı. Niyə bəs yüz minlərlə artıq müsəlman vardı? Niyə 3 nəfər mömin var? Niyə 4 oldu, sonra 4 oldu, 7? Oruç tutmurdular, tuturdular. Quran oxumurdular, oxuyurdular. Qəbər bağlayan var idi artıq. Alnı qəbər bağlayan vardı, dizi qəbər bağlayan. Niyə? Çünki o haqqın özü var ha. Əsl Allahın göndərdiyi, Allahın istədiyi var ha. Onu qəbul eləmirdilər. Onu qəbul eləmirsən, sən ha namaz qıl, ha oruç tut, qaçalqa kimi əyil qalx. Yəni o yoxdursa, o mərkəz var ha, o yoxdursa, ona görə deyir ki, 3 səfər mömin vardı. Yəni onu qəbul eləyən. İmamət yoxdur, din yoxdur. İmam Hüseyin İslam'a özün fəda eləyib. Hansı İslam'a? İslam yox idi bəyəm. Yezid dedi, mən kafirəm. İmam Hüseyin İslam'a özün fəda eləyib. İmam Hüseyin Aleyhisselatü Vesselam. Hansı, mən sözü nisbi formada qəbul edirəm, amma hansı İslam'a? Hansı İslam? İslam var idi da. Aha, İslam var idi. Vilayət içində olan İslam. Özünə fəda edib. Özü diri qalsa, din diri qalacaq. Vilayətə fəda edib, özünü vilayətə. Hansı ki, İmam Cəfər Sadiq Aleyhisselam buyurur ki, mənim üçün Əli ibn Əbu Talibin vilayətində olmaq, onun övladı olmaqdan üstündür. Mən Həzrət Əlinin övladıyam, balasıyam. Amma bu yox, onun vilayətində olmaq mən üçün üstünlükdür. Onun vilayətində olmaq, onun şiyyəsi olmaq mən üçün nədir? Üstünlük əlamətidir. Möhtərəm əzizlər, aləm fəda olsun Fatimə Zəhra salamullahi aleyhanın vücuduna, Nazənin ürəyinə, qəlbinə, onun çəkdiyi ağrılara, əzablara aləm fəda olsun. Salamullahi aleyha. Analar qızlarına tapşırarlar, xüsusən o dövrdəki uşaq gəzdirərlər bətinlərində. Tapşırarlar ki, asta gəz, ağır şey götürmə. Ağır şey götürmə əlvə. Niyə? Çünki bətnində balon var. Sənə də çətindir. Övladıva da çətindir. Balan sikt olar. Tapşırar ki, pillələri çıxanda tez-tez çıxma. Düşəndə yavaş-yavaş düş. Sənə də çətin olar, balava da çətin olar. Amma Zəhra-i hamilə qalır qapı ilə divar arasında və sadəcə qapı ilə divar arasında qalmaqla da kifayətlənmir. Neçə dəfələrlə qapıya təpi vurur, qapını sıxır ki, onun balasını sikt eləsin. Onun balasını qarnından sikt eləsin. Bir dənə mərhum Şeyx Abbas Qumi kitab yazıb Beytul Əhzam adında. Beytul Əhzam həmən o yer idi ki, Həzrəti Zəhra salamü aleyha gəlib orada otururdu, ağacın altında ağlayırdı. Niyə bilirsiniz? Niyə evində ağlamırdı? Çünki çox namərd qonşular var idi. Çox rəzil adamlar var idi. Gəldilər abırsız, utanmaz, deyirdilər ki, biz onun səsindən narahat oluruq. Amma belə deyir, öyrənin, bilin, yaxşı, düzü bilin, düzü bilin. Bu özü sifariş idi, hökumət sifarişi idi. Ki, gedib, denən o ağlamasın. Niyə? Çünki ağlamaq, kiminsə ağlamağı, xüsusən qadının ağlamağı ürəklərdə yumuşaltma əmələ gətirir. Birdən bu çox ağlayar, Ömərin göstərişi idi. Birdən bu çox ağlayar, bu cəmaatı yumuşaldar. Bax, cəmaatı yumuşaldar birdən. Ona görə gəldilər, dedilər ki, ağlamasın, ya nə bilim, gecə ağlasın, ya nə bilim, laf səhər tezdən ağlasın falan. Uşaqlarımız yatmır, onlar bəhanə idi. Gedirdi, otururdu, Beytul Əhzamda ağlayırdı. Yəni, həmən o ağacın altında. Gəldilər, onu da kəsdilər. Niyə? Çünki onun ağlamağı ilə mübarizə aparır. Bir nəfər gəldi, deyir, ürəyim sızıldadı, gördüm Həmzənin qəbrin üstündə bir nəfər elə ağlayır. Mənim, deyir, sümüklərim sızıldadı onun ağlamağına. Gəldim, yaxınlaşdım, gördüm ağlayan Fatimə-i Zəhraymış. Salamullahi aleyha, o ağlayırmış. Dedim,
bildim qəziyyəni, gördüm əmisi ilə danışır. Həmzə Səlamullah Əleyhan qəbri ilə danışır. Deyir, əmican sən sağ olsaydın bizim başımıza onlar gəlməzdi. Bizim başımıza o müsibətlər gəlməzdi. Deyir, mən dedim ki, Fatiməcan, Peyğəmbər balası, axı Əli gəlmədi biz düşək onun dalıca. Xanım dedi ki, Əli Kəbə mislindədir. Kəbə kiməsə gələr, gələksən Kəbənin yanına gedərsən. İmam Kəbə mislindədir. Beytül Əhzanı kəsdilər, o ağacı kəsdilər. İmam Həsən ağanın, bəzən İmam Hüseyin ağanın əlindən tuturdu, gedirdi, oturur da. Əli-Səlam gördü, Allah-u Ekber, gəlirlər, bunlar palpaltabları torpaq, toz torpaq içində. Zəhracan, nə oldu, siz niyə belə torpaq üstündə, olmaya yıxılıb eləyərsən falan dedi, o Beytül Əhzanı kəsiblər, yəni ağacı kəsiblər. Onu da çox görürlər. Onu belə çox görürlər ki, onun altında oturur, o müsibətləri xatırlayır, o müsibətləri ağlayır. 18 yaşında bir insan beli bükülə, 18 yaşında bir xanımın artıq saçları ağara, qəddi kəman ola, qolları, beli nə vəziyyətə saldılar. Fizzə deyir, La ilahə illallah. Nahiyyətəl cisim, hədisdir, İmam Cəfər Sadiq Aleyhisselamın hədisidir. Nəhifətun. Nəhif, bilirsiniz nə deyirlər ərəb dilində nəhif? Nəhif kölgəyə deyirlər. Kölgəyə. Sarət kəl xəyal. Allah İmam Cəfər Sadiq Aleyhisselam sözüdür. Sarət kəl xəyal. Xəyala dönmüşdü, kölgəyə dönmüşdü. Evin içində sanki bir küncdə bir yumaq var. O vəziyyətə dönmüşdü. Əti dahi ərimişdi, sümüklə bahəm olmuşdu. Fizzə deyir, heç vaxt o qulağımızı ağzına yaxınlaşdırmasaydı nə dediyini bilmirdik. La ilahə illallah. Qulağımızı ağzına yaxınlaşdırmayınca başa düşmürdük nə deyir. Səsi yəni çıxmır. Səsi yəni çıxmır. Yəni o görəsən şilli o damarları sındırıb görəsən, qılıb görəsən. Nədən olub bu görəsən? Səsini eşitmirsən. Danışır amma səsi eşidilmir. Nə vəziyyətdir? Görəsən yumruq vurublar Həzrəti Zəhranın boğazına. Axı yerə yıxdılar 40 nəfər, evin küncündə döydülər onu, evin küncündə 40 nəfər. O döyənlərin yüngülü əllərində qılıncın qını olan idi. O çəkmələrlə təpiklər vururdular. Həzrəti Zəhra salamullah aleyhaya. Əla la'nətullah aləl qavmiz zalimin.